Salam hörmətli izləyicilər, xoş gördük sizləri RTV kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir salat hazırlayacağıq. Yəni üçüncü salatımız isə vinegret salatıdır. Deməli, bunun üçün bizə nələr lazımdır? Soğutma pişmiş, bax belə lobya, çuğundur soğutma pişmiş, hamısı gördüyünüz kimi 4 bucaq doğranıb, köhdü soğutma pişib, 4 bucaq doğranılıb, kartofdu, soğandı, baş soğan tökürük, kişnişdi, belə deyərdim, xiyar turşusu, ondan sonra malakan usullu kələm və duru yağ lazım olacaqdır. Əziz izləyicilər, çox insanlar bunu soğança eləyib içinə tökür, ancaq o çox elə də mənim xoşuma gəlmir. Yəni biz belə edirik. Üzərinə yəni duru yağ tökəcəyik, soğan da belə olacaqdır və duz istiyordur. Onu da qeyd edim. Deməli, əziz izləyicilər, gördüyünüz kimi bax beləcə lobyamızı əlavə edirik bura. Ondan sonra malakan usullu kələmimizi deməli, əziz izləyicilər, istəsəz bir balaca zövqə görə istiot əlavə edə bilərsiniz, yəni zövqə görə və duz əlavə edəcəyik. Belə etdik və başlayırıq yağımızı əlavə etməyə. Belə yağ əlavə edirik. Yağ əlavə etdikdən sonra salatımızı yaxşıca qarışdırırıq ki, tərəvəzlərimiz bir-birinə, belə deyərdim, keçsin, yəni qarışsın daha doğrusu. Salat mənim çox sevdiyim salatlardan biridir. Mən bunu bax bu usulla hazırlayıram. Bəzi insanlar soğança eləyir, içinə tökür, falan beşməkan. Ancaq biz bax belə hazırlayırıq. Qarışdırmalıyıq ki, bütün tərəvəzlərimiz belə deyim, bir-birinə qarışsın. Yağı deyəsən biraz azdır, biraz da belə üzərinə gəzdiririk. Biraz rəngi şeydir, indi çuğundurun rəngi bir müddətdən sonra çıxacaqdır. Baxın, beləcə vinegret salatımız hazır oldu. Beləcə hazırlayın. Hazırlayan hər kəsə nuş olsun deyirəm. Tez başa gəlir və dadlı bir salatdır. Yəni bax, əsl vinegret salatı. Usulla hazırlayın, özünüz də dadından doymayacaqsınız. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.